öldürməmişəm, yəni istəməmişəm o bıçaqla vurun, nə bilim, ya nəsə eləyim, özümü sıxışdırmamışam. Demişəm ki, yəni fikirləşmişəm ki, bunu necə öldürə bilərəm ki, rahat ölsün. Boğazına salmışam şunlu, hətta orada da qeyd etmişəm ki, mən yəni ona edərkən neçə dəfə istəmişəm, ona əlimi çəkəm, üzünə şillə vuram, ayrılmaq istəyəm, amma bacarmamışam o eləməyə. Yəni özümdən asılı olmayaraq eləmişəm. Belə. Ziyaddin, son sözünü kəsmək kimi olmasın. Adam yuxulu deyildi, sən şunu boğazına salanıyor. Yəni oya tam yatmış deyildi də, uzanmış idi, gözlərim səhər idi. Uzanmaq başqa şeydir. Hə. Bir var uzanıb güncəlirsən, oyaqsan. Bir də var, yatmışsan, sən kənara itələməklə o durdu, ayrıldı yuxuda. Bəli, ayrıldı. Keçdi o tərəfə də mənim yerimə keçdi. Yuxulu deyildi adam. Yuxuluydu. Səhər vaxtı idi də. Yəni mən o yatmış vəziyyətdə. Başqa bildirmək istədiyim bir şey var. Başqa bildirmək istədiyim sizdən xahişim oldu ki, yəni mən işimi yüngül edin də. Yəni mən övladlarıma görə, mən başqa heç nəyə görə istəmirəm. Şimdi mən həyatda özüm nəsə qaçqınçılıqla bölmüşəm, yataqdan bölmüşəm, getmişəm, hardasa çalışmışam ki, nəsə eləyim uşaqlarım üçün, sonrası çıxın uşaqlarım üçün. Yəni möhtərəm hakim, mən burada pəncərəyə başımı vurmaqda, bunların uşağımı bilirəm ki, özləri örgədib deyib ki, sən ana və atanı öldürüb, mən ona görə uşaqların travma verdiklərinə görə, mən başqa heç nəyə görə etməmişəm. Yəni vaxtında baxmayıblar, yəni, nəzər eləməyiblər. Mən uşaqlarıma görə eləmişəm, buradayam bu gün. Məhkəməyə qərar qəbul etmək üçün uşaq verir.